Dostlar, bugün biz Family and Friends kitabını devam edirik. Point to parts of the body. Say the words. Bədenin hissələrini göstər və sözləri de. Listen and read. Qulaq as və oxu. Listening 38. Listen and read. Hi, I'm Tom. Let's make a paper lion. Colour the face, the body, and the legs. Then colour the paws and tail too. Cut out the body. Now cut the face. Fold the tail. Fold the face. Cut out the 4 legs and paws. Fold the legs. Stick the paws on the legs. Stick the legs on the body. Look! It's a lion. Burada deyir ki, salam, mən Tomam. Gəlin, kağız aslan düzəldək. Bu isə də deyir ki, üzünü rənglə, üzünü, bədənini və ayaqlarını rənglə. Bundan sonra pəncələrini rənglə və quyruğunu. Bədənini kəs. İndi isə üzünü kəs. Quyruğunu əy və üzünü. Qollarını, ayaqlarını kəs və pəncələrini. Ayaqlarını əy. Pəncələrini yapışdır. Ayaqlarını bədəninə yapışdır. Bax, hazırdır. Read again. Number the pictures in the correct order. Bir də oxu. Şəkilləri sırala. Bir. Burada ikincisi bu idi. Getiriyor biri sayfaya. Listen and number. Kulak as ve sırala. Look at the pictures again. Ask and answer. Şəkillərə bir də bax. Soruş və cavab ver. It's brown. It's got black eyebrows. What is it? Bu qəhvəyidir. Qara gözlər, qara qaşları var. Bu nədir? It's a dog. Bu bir ittir. Circle each sentence, then count. Hər bir cümləni dairələ. Sonra onları say. I'm Tom. Mən Tomam. This is my paper toy. Bu mənim kağız oyuncağımdır. Burada 2 cümlə var. Buna görə 2 dənə dairə çəkib. This is my paper toy. Bu mənim kağız oyuncağımdır. Bu bir cümlə. It's a lion. Bu bir aslandır. Bu da bir cümlə. Color the body. Bədəni rənglə. Fold the face and the tail. Üzünü və quyruğunu əy.
Cut out the four legs. 4 ayaqları kəs. Stick on the legs and the paws. Pəncələri yapışdır. İndi sayaq görək neçə dənə var. Nümunəni saymayaraq sayırıq. 1, 2, 3, 4, 5, 6. Yəni 6. Sağ olun dostlar, o bir videoda görüşərik.